Fatimə deyir ki, anacan, yəni Ümmülbənin xanım deyir ki, anacan, mən bu gecə bir yuxu görmüşəm. Nə yuxu görmüsən qızım? Deyir, yuxu gördüm ki, mən bir bağdayam. Ətrafım çiçəkli ağaclar və axan çaylar. Səma da çox aydındır. Gecədir, amma ay o qədər işıqlıdır ki, ayın işığı sanki o bağı gecəni gündüzə çevirir. Hava da ulduzludur, ulduzlar da o qədər aydındır. Mən də oturmuşam səmaya tamaşa edirəm. Gördüm ki, qəflətən səmadan ay parçalandı. O ayın bir hissəsi gəldi mənim qucağıma düşdü. Ardınca 3 ulduz da bu cür indi. Sonra bir hatifdən xəbər eşitdim, səs eşitdim. Gördüm anacan belə bir nida gəlir ki, müjdə verir sənə ey Fatimə. Nə ilə müjdə verir sənə? Ağalarla, seyidlərlə, alicənab övladlarla, insanlarla səni müjdəliyirik. O həmən səni ki müjdəliyirik o alicənab seyidlərlə, onların 3'ü ulduz olacaq, biri isə parlaq ay olacaq. Onların ataları yer üzərində yaranan insanların hamısının ağasıdır. Yəni bütün insanların yaranmışların ağasıdır. Peyğəmbərdən sonra xəbərdə, hədisdə belə varid olub, Peyğəmbərdən sonra onların ataları yer üzərində Allahın yaratdığı bəndələrin ən seyyididir, ağasıdır. Elə Fatimə bunu danışıb qurtarmışdı, atası içəri daxil oldu. Dedi ki, xanım, hal-hazırda Əbu Talibin oğlu Əqil, evimizdə olan Əqil, Əli ibn Əbi Talib üçün Fatiməyə görə elçi gəlib. Ana orada dedi, Allahu Ekber, kızım bax bu sənin yuxuğun yozunu budur. O seyyid üçün ki gəliblər Peyğəmbərdən sonra bütün insanların ən şərəflisidir və inşallah sənin övladların da həmən ay və ulduzlar olacaq. Qəməri Bəni Haşimdir də, hə? Əbülfəzl olsun.